Axşamı xeyir, dəyərli izləyicilər. Çınar TV efirindən hər kəs xoş gördük. Biz bu günləri həmişəki olduğu kimi yenə yardıma gəlmişik. Şəmkir rayonunun Seyfəli kəndində gəlmişik yardıma. Sizdən çox xahiş edirəm bizim kanala baxın, bəyənin, paylaşın, abunə olun. Çınar TV-ni Facebookda, Instagram, YouTube, TikTokda baxa bilərsiniz. Dəyərli izləyicilər, hər həftə olduğu kimi yardım işlərimiz davam edir və bizə qoşulmaq istəyənlər də 050 431 66 06 nömrəsinə öz yardımınızı çatdıra bilərsiniz. Dəyərli izləyicilər, gəldiyimiz bu ünvanda çox çətin durumda yaşayırlar. Evin qazını kəsiblər, boşdan bağlı təbii ki, işıq kəsilibdir, elektrik yoxdur, köhnə bir evdə yaşayırlar, sosial yardım almırlar və biz də az da olsa öz dəstəyimizi qardaşların köməyinə gətirmişik çatdırmağa. İzləməyə davam edin. Axşamı seyirətərsiniz, nə var? Sağ olun. Bazı biz deməli yenə gəldik. Sağ olun. Qardaşların dəstəylə təbii ki və bundan qabaq gəlmişsiniz, bilirsiniz bu yaxınlarda. Hə, gəlmişdiniz. Allah şükürlər olsun. Sağ olun. Buyurun, bu sizin ərzaq yardımınızdır. Sağ olun. Şükürlər olsun. Bu işıqdan bağlı nə xəbər var? Dəstək varmı bu işığın? Vallahi Borcundan yoldaşım bağlı. bir aparıb saldırıb deyə vurmuşlar, boşluq kart. Yəni 150 maaş borcunuz var da işığa. Bağlamırlar da, deyə borcunu edə bağlayaq. Aydın, Bir də aydın. qaranlıqda qalmışam, şəhər qarşısında gedim, xalam gedə qalım. Sabah dolanda tezdən gəlirəm. Uşaqlarım da qaranlıqda yatamırlar, deyir, ayma qaranlıqdır, qorxuruq. Gedirəm, bu qonşu sağ olsun, bunlarda otururam, biraz orada otururam. Şəhər qarşıda gecə oldu, deyir, oturam. Aydın. Dəyərli izləyicilər, bu ailə Şəmkir rayonu Seyfəli kəndində yaşayır. Yəni biz ki bizim televiziyaya bütün dünyada baxırlar, hər tərəfdə izləyirlər bizi. Xahiş edirəm Seyfəli cəmaatından, Çınar cəmaatından, yəni Azərbaycan xalqından dəstək istəyirik ki, bu ailə dəstək olsunlar. Qışın günüdür. Mavi yanacaq yoxdur. Nə qazım var, nə işığım vardı, işığımı da kəsiblər, qalmışam 3 uşaqın qaranlıqda damın altında. Aydındır. 3 dənə 3 uşaqları dənə var. körpə uşağı var. Xahiş edirik kimlər bizi izləyirsə, dəstək olsunlar. Ailənin əlaqə nömrəsini yerləşdirəcəm ekrana, kart hesabını yerləşdirəcəm ekrana. Dərz edilər. Hər kəsdən xahiş edirəm ki, biz izləyənlər kimin nə imkanı var, bu ailəyə dəstək olsunlar. Bildiyiniz kimi qışın günüdür, bu dəqiqə çətindir. Yəni sosial yardım da almırlar. Heç nə almıram, heç nə. Və biz də bacardığımız qədər inşallah yenə gələrdik. Nə də uşaqlarım körpədir, qoyub işə zada getmirəm ki, istəyəməsəm olsa özüm işimi bağlasın. Ne kadardır şimdi ne olur? 150 manat 150 borcu var. manat var. O 150 manatın öteye gelsin. Kəsib belə. Yoldaşı da xəstədir, onu da bildirək ki, Allah şəfa